Salam değerli şagirdler. Bugün 9. sınıf buraxılış imtahanının yani 20 aprel 2025-ci ildə keçirilmiş buraxılış imtahanının bir dənə mətnini işləyəcəyik sizinlə bir yerdə. Bu arada bu mənim öz testimdir. Belə. Sonradan dəyişdirdiyim variantlar olubdu. Yəni sınaq zamanı dəyişdirdiyim variantlar olubdu. Yaxşı ki də dəyişdirmişəm deyirəm. Çünki 2 dənə sualımı, yəni orada son qərarım olaraq dəyişdirmişəm və düz çıxıbdılar. İndi sizinlə birlikdə bu mətni oxuyacağıq, təhlil edəcəyik. Gəlin oxuyaq. Yeni ada. Vaxtilə bir kənddə adamlar çox çətin güzaran keçirirlərmiş. Gecə gündüz işləsələr də, necə deyərlər, çörəkləri daşdan çıxırmış. Bir məsələ var ki, ağır zəhmət adamları polad kimi möhkəm, çevik edibmiş. Bu yerin sakinləri azar-bazar bilmirlərmiş. Bir gün bir gəlmə xəbər verir ki, yaxınlıqda bir ada var. Bu adada gül gülü, bülbül bülbülü səsləyir. Burada əkin biçimlə məşğul olmaq, bağ-bağat salmaq da lazım deyil. Çünki torpağın özü adamların əvəzini işləyir, zəmilərdə taxıl əvəzinə hazır çörək bitir. Bu xəbəri eşidəndən sonra zəhmətkeşlər tənbəlləşir, əlləri işdən soyuyur. Xüsusən də cavanlar bir arzu ilə yaşayır, o adaya can atırlar. Günlərin bir günü el atası adamları başını toplayıb deyir. Görürəm ki, əliniz işdən soyuyub. Sizdən xəbərsiz kəndin ustasını çoxlu qalan sifariş etmişdim. Qalanlar hazırdır. İndi kim istəyir, qalanların içinə keçirib o adaya uça bilər. Araya çaxnaşma düşür. Qaça-qaç başlayır. Hər çiyinə qanat keçirib havaya qalxır. Adaya tez çatmağa tələsirdi. Xülasə gedənlər gedir, qalanlar qalır. Çox alışdığı torpaqdan ayrılıb getmək istəmir. Fikirləşir ki, yad elə yad eldir. Vətənə atıb getmək qeyrətdən deyil. Ay keçir, il dolanır, gedənlərdən xəbər çıxmır. El dərdindən el atası narahat olur. Qanat düzəldən ustanı çağırıb deyir. İndi özünə bir cüt qanat hazırla. Get, gör bizimkilər orada necə dolanırlar. Usta adaya gedəndə gördüklərinə heyrət edir. Baxır ki, hər ağacın kolun dibində küt-küt adamlar yatır. Bu adamlar bikarçılıqdan, işgüzsüzlükdən, yeyib içməkdən o qədər kökəliblər ki, yerlərindən tərpənə bilmirlər. Cavanlar dəyişiblər, qocalıblar, heç birini tanımaq olmur. Usta görür ki, hamı geriyə doğma yurda qayıtmaq istəyir. Təəssüf ki, artıq gecir. Onları heç bir qanad yerdən qaldıra, uçura bilməz. Bu adamlar nəinki işləməyi, hətta fikirləşməyi də indi çox maraqlı mətndir bu arada uşaqlar və həmçinin normaldır, yəni o qədər də çətin və o qədər də asan deyil. İndi sizin bir-bir tapşırıqları təhlil edəndə görəcəksiniz və daha yaxşı mənimsəyəcəksiniz. İndi başlayırıq 37-ci tapşırıqdan. Mətnə əsasən hazır sualları cavablandırmaq olmaz. Kənd sakinləri yeni ada haqqında necə xəbər tuturlar? Bir gəlmə tərəfindən xəbər tuturlar da, düzdür? Baxın, çünki deyir ki, bir gün bir gəlmə xəbər verir ki, yaxınlıqda bir ada var. Adada necə xəbər tuturlar kənd sakinləri? Bir gəlmə xəbər verdi. Düzdür? Deməli, bu suala mətndə cavab tapmaq olur. Bir olan variantları neyinirik uşaqlar silirik. El atasını qanat düzəldən ustanı adaya göndərməyə nə vadar edir? El atası narahat olur, yəni el sakinlərinə görə narahat olur və buna görə də ustanı adaya göndərir. Buna da cavab var. Yəni ona görə də gördüyünüz kimi tək variantımız C variantıdır, amma yenə də oxuya bilərik. İnsanların yenidən öz kəndlərinə qayıda bilməməsinin səbəbi nə idi? Yox, bir dəqiqə 3 ötürdüm səhvən. Kənd sakinləri nə üçün çətin güzəran keçirir? Baxın, bu suala mətnimizdə cavab yoxdur da. İnsanların yenidən öz kəndlərinə qayıda bilməməsinin səbəbi isə var bu mətndə ki, artıq onlar baxın, yeyib içməkdən o qədər kökəliblər ki, yerlərindən tərpənə bilmirlər. Nə üçün yeni adada torpaq özü adamların əvəzini işləyir? Baxın, bunu da biz cavab tapa bilmirik. Buna görə doğru cavabımız C variantı 3-5 olacaq. Gəlin indi 38-ci suala baxaq. Mətndə nöqtələrin yerinə hansı ifadələr yazılsa məzmununa xələl gəlməz. Gəlin baxaq. Bu adamlar nəinki işləməyi, hətta fikirləşməyi də unudublar, yaddan çıxarıblar. Doğru cavabımız 1-3. Yaddaşlarına yazıblar, nəzərə alıblar. Xeyr, axı onlar dedi ki, yəni artıq onları heç bir qanad yerdən qaldıra uçura bilməz. Çünki onlar işgüzsüzlükdən, bikarçılıqdan, yeyib içməkdən çox kökəliblər, yerlərindən tərpənə bilmirlər. Bunlar işləməyi, fikirləşməyi necə nəzərə alıblar? Necə yaddaşlarına yazıblar ki, yəni bugündədirlər. Ona görə də doğru cavabımız 1-3 olacaq. Hansı aforizmlərlə mətndəki əsas fikri əsaslandırmaq mümkündür? Gəlin oxuyaq. Deməli, İnsan vaxtından əvvəl qocalıdan bir şey varsa, o da tənbəllikdir. Bəli, bu doğrudur.
Çünki gördüyünüz kimi baxın. Burada deyir ki, gəlin oxuyaq. Deyir ki, bu adamlar bikarçılıqdan, işgücsüzlükdən, yeyib içməkdən o qədər kökəliblər ki, yerlərini tərpənə bilmirlər. Cavanlar dəyişiblər, qocalıblar, heç birini tanımaq olmur. Düzdür? Deməli, tənbəllikdən cavanlar artıq nə olubdu? Qocalıbdılar. Bikarçılıqdan ancaq yeyib içməkdən kökəliblər, qocalıblar, heç birini tanımaq olmur. Buna görə də bir doğru cavabdır. Hər böyük iş yalnız başlanğıca çətin görünür. Xeyr, burada əlaqəsi yoxdur axı mətndən. İşləməyən dəmiri öz pası məhv edir. Bəli, bunu götürmək olar. Çünki işləməyən insanları həqiqətən də özlərini qocaldılar. Yəni işləməyə. Buna görə də bu aforizmi götürmək olar. Dəyərli məsləhət qızıl qiymətindədir. Xeyr, burada məsləhətdən danışmadıq axı. Vicdan məhkəməsi ən ali məhkəmədir. Xeyr, vicdanla danışmadıq. Buna görə də doğru cavabımız 1-3B variantı. Mətnə əsasən hansı fikirləri təsdiq etmək mümkündür? Kənd sakinləri xəstəliyin nə olduğunu bilmirdilər. Bəli, bilmirdilər çünki baxın deyir ki, bir dəqiqə. Deyir ki, bir məsələ var ki, ağır zəhmət adamları polad kimi möhkəm, çevik edibmiş. Bu yerin sakinləri Azərbezar bilmirlərmiş. Elə Azərbezar da xəstəlik kimi bir şeydir də uşaqlar. Yəni xəstəlik bilmirlər. O qədər işləmək bunları o qədər möhkəm, çevik etmişdi ki, yəni. Ona görə də xəstəliyin nə olduğunu bilmirdilər. Bəli, biri götürmək olar. El atası kəndin ancaq yaşlı sakinləri üçün ustaya qanad sifariş etmişdi. Xeyr, belə bir fakt yoxdur mətndə uşaqlar. Çünki deyir ki, qanadlar hazırdır. İndi kim istəyir, qanadları çiyninə keçirib o da uça bilər. Demir ki, yaşlılardan kim istəyirsə o uça bilər. Xeyr, təkcə yaşlılar və yaxud da cavanlar deyil. Ümumiyyətlə o deyir ki, yəni kim istəyirsə, yəni o adaya uça bilər bu qanadları keçirib. İndi uşaqlar, adanın yeni sakinləri aktiv həyat tərzi keçirirlər. Xeyr, pasiv həyat tərzi keçirirlər uşaqlar. Niyə? Çünki ancaq yeyib içib yatırlar da. Yəni işsizlikdən, bekarçılıqdan ancaq yeyib içib yatırlar, kökəlirlər, qocalırlar belə. El atası adaya gedənlərin aqibəti ilə bağlı təlaş keçirir. Bəli, narahat olmuşdu axı ona görə. Əksər insanlar öz ölkəsini tərk etmirlər. Bəli, bu da doğrudur çünki demişlər ki, çox adam, baxın, hardaydı bu? Deyir ki, çoxu alışdığı torpaqdan, baxın burada, çoxu alışdığı torpaqdan ayrılıb getmək istəmir. Fikirləşir ki, yad elə yad eldir, vətəni atıb getmək gərəkdən deyil. Deməli, çoxu torpağı tərk etmədi. Əvvəlin işarə qoyulmuş ifadələrin şərhinə əsasən uyğunluğu müəyyən edin. Gəlin, baxaq. Gecə gündüz işləsələr də necə deyərlər, çörəkləri daşdan çıxırmış. Yəni, çox çətin pul qazanılmışlar da uşaqlar bu mənada. Deməli, çox çətinliklə əzab-əziyyətlə pul qazanmaq, bəli. Deməli, 3 bucağımız üçün doğru cavabımız 4 olacaq. Sonra kvadrata baxaq. Bu xəbəri eşidəndən sonra zəhmətkeşlər tənbəlləşir, əlləri işdən soyuyur. Yəni ki, artıq işləməyə maraqları qalmır da. İşləməyə həvəsi marağı azalmaq, bəli, 1. Zəhmətə qiymət verilməmək deyil uşaqlar bu arada. Əlləri işdən soyumaqdır, 4, 1. Yəni, maraqları azalmaq. Mətnin əsas hissəsinə uyğun plan ardıcılığını müəyyən edin. İndi əsas hissə deyir də. Əsas hissədə biz birlikdə nə oldu artıq? Düzdür? Gəlin bunlara baxaq. Deməli, plan ardıcılığı olaraq şirinləndirici xəbər. Bəli, ilk öncə bir gəlmə onlara xəbər verdi. Bəli, 4-dən başlayırıq. Buna görə də A, D, B variantları artıq getdi. Çünki birinci el atasının təlaşı olmamışdı. Adamları məsələşdirən çətin əmək olmamışdı. Çünki o axı bizdə nə idi uşaqlar? Deməli, giriş hissədə idi axı çətin əmək. Bizdən əsas hissəni soruşur. Belə. Deməli, 4-dən başladıq uşaqlar. Sonra 2 gələ bilməz. Çünki burada deyir ki, deməli, şirinləndirici el atasının təlaşı nə oldu? Yəni, nə baş verdi ki, şirinləndirici xəbərdən sonra el atası təlaşlandı? Yəni, uyğunsuzluqdur da bu uşaqlar, düzdür? İndi 4-dən sonra 3-ü qoyaq. Şirinləndirici xəbər, insanları yeni adaya aparan vasitə. Aparan vasitə nə idi? Qanadlar idi da. Ondan sonra el atası təlaşlandı ki, gedək onların, daha doğrusu ustaya xəbər verdi ki, mən narahatam, sən get onların dolanışı ilə bağlı bax da, yəni, mən ona görə narahatam, sən get onların dolanışına bax. El atasının növbəti tapşırığı da ustanı oraya göndərmək oldu. Bəli, doğru cavabımız C variantı. 4, 3, 2, 6. Deməli, bu 43 ilə 44 mənim imtihanda 10-15 dəqiqəmi aldı. Çünki başım qarışdı uşaqlar. Yəni, gedirəm, baxıram bu suala, sonra keçirəm buna, bu yadımdan çıxır.
Sonra keçirəm buna, bu yadımdan çıxır. Artıq belə yadımdan çıxmışdı. Amma bir neçə dəfə döndüm, inanırsınız, yəni son dəqiqəyə qədər son dəqiqəyə qədər olmasa belə, yəni həqiqətən də 15-20 dəqiqə mən sırf bu iki sual üzərində çox çalışdım. Həqiqətən də, yəni demək olar ki, Azərbaycan ilə ən çox vaxtım bu iki suala getdi həqiqətən, amma dəyərmiş, çünki hər ikisində düz yazmışam ən sonda. Dəyərmiş. İndi oxuyuruq. Mətnə əsasən uyğun fikirləri müəyyən edin. Doğrudur. Əslində belə şeylərlə çətinlik çəkmirəm. Prosta həqiqətən imtahanda adam, yəni bir damcı da olsa heyecanlanır və artıq qarışdırırmış kimi olur. Ona görə də məsələn bunu pozmuşam, bunu götürmüşəm, bunu pozmuşam, bunu götürmüşəm. Neysə, ən sonunda əsas odur, düzgün variant götürmüşəm. Əsas odur. İndi deyir ki, doğrudur. Rahat şəraitdə yaşayan kənd sakinləri yeni ada haqqında eşidəndə tamahlarına güc gələ bilmirlər. Deməli, rahat şəraitdə, bəli, bunlar olubdur ki, kənd sakinləri yeni ada haqqında eşidəndə tamahlarına güc gələ bilmirlər. Bu biraz şaşırıcı sualdır həmçinin. Bəli, belə olubdur, baxın. Amma, axı onlar rahat şəraitdə yaşamırdılar. Düzdür, uşaqlar. Axı onlar deyirlər ki, onların çörəkləri daşdan çıxır. Bunlar necə rahat şəraitdə yaşaya bilərlər ki? Ona görə də bir olan variantları nə edirik, silirik uşaqlar. Deməli, yeni adada işləməyə ehtiyacın olmaması kənd sakinlərində ora getmək istəyi yaradır. Bəli, bu doğrudur. İkini doğru götürürük. Yeni ada haqqında eşidən, indi burada yanlışı seçməliyik. Yeni ada haqqında eşidən kimi el atası kənd adamlarının xahişini nəzərə alaraq çoxlu qanat düzəltdirir. Adaya gedən və insanların yeni həyat şəraiti ilə tanış olan usta onlara kömək etməkdə aciz qalır. Bəli, uşaqlar, bunu bilirsiniz niyə? Çaşdırmışam, birinci 2-4 götürmüşəm. Çünki elə bilmişəm ki, hər ikisinə də doğrunu soruşur. Yəni, bunda biraz diqqətli olun. Ona görə gördüm ki, buradan yanlışı soruşur axı. Axı, burada 3-ü götürməliyik uşaqlar. Çünki bilirsiniz niyə? Deyir ki, yeni ada haqqında eşidən kimi el atası kənd adamlarının xahişini nəzərə alaraq çox qanat düzəldirir. Xeyr. Axı, el atası onlardan xəbərsiz düzəltdirmişdi qanadı uşaqlar. Baxın, sonra buradan xəttə çəkmişəm. Hətta sizdən xəbərsiz kəndin ustasına çoxlu qanat sifariş etmişdim. Axı, xəbərsiz düzəltdirir. Yəni, onların xahişini nəzərə alaraq düzəltdirmir. Yəni, xəbərsiz düzəldirir onlardan. Ona görə doğru cavabımız B variantı olacaq. 2-3. İndi, buradakı 4 doğrudur. Buna görə də bunu götürmürük. Axı, bizdən yanlışı soruşur. Belə. Bu iki sual məni bayağı bir çaşdırdı, yəni. Neysə. Cədvələ əsasən uyğunsuzluqları müəyyən edin deyir. Səbəb nəticə. Uyğunsuzluqları soruşur, amma qətiyyən uyğunluqları götürmürük. Aha. Deyir ki, kənd sakinlərinin işə olan marağının itməsi nəticəsində el atası ustaya qanat sifariş edir. Uyğunluqdur da uşaqlar, düz deyil. Belə bir şey var da həqiqətən də ki, işə olan maraqları itir və el atası bunu görür və ustaya qanat sifariş edir. Bəli, bu doğrudur. Mən niyə birinci D variantını götürmüşəm, görürsünüz? Qətiyyən həyəcanlanmayın. Bu arada mən həyəcanlı deyildim. Həqiqətən biraz şaşdım sadəcə bu suallarda. Olur amma insanlıq halıdır, yəni. Əsas o da axırda doğru nəticəni götürəsiniz. Əsas o da kodlaşdırmaya doğru nəticəni yazasınız. Və çox vaxt da itirməyəsiniz. Neysə. Deməli, bunları silirik. Yeni adadakı xoşbəxt həyat ustanı cəlb edir. Nəticəsində özünü də adaya getmək üçün vücud qanat hazırlayır. Xeyr, bu yanlışdır. Yeni adadakı xoşbəxt həyat ustanı cəlb eləməmişdir uşaqlar. Axı, biz dedik ki, el atası özü ustaya tapşırır ki, get özünə də vücud qanat hazırla və get oradakı həyata bax, yeni adadakı həyata bax. İnsanlardan narahat olmuşdu çünki el atası. Düzdür. Buna görə də yeni adadakı xoşbəxt həyat ustanı cəlb etmir. Deməli, ustanı cəlb etmir. Yeni adadakı xoşbəxt həyatı, yeni adadakı daha doğrusu həyatı görmək üçün deməli, el atası ustaya tapşırır. Yəni, özü-özünə yəni, usta öz-özünə iş görmür də, yəni tapşırılır ona. Belə. İkini götürdüyü zəhmətsiz həyat insanları tanınmasına salır, adaya gedən usta təəccüblənir. Bu uyğunluqdur da, düz deyil uşaqlar. Həqiqətən də belə bir şey var idi da, zəhmətsiz həyat insanları tanınmasına saldı və adaya gedən usta bunları görərək təəccübləndi. Bəli, bu uyğunluqdur. Elə doğru cavabımız B variantıdır. Gəlin yeni də oxuyaq. İnsanlar get-gedə işləməyə maraqlarını itirirlər. El atası onları kəndə saxlamaq üçün çıxış yolu axtarır. Xeyr, çıxış yolu axtarmır. Əksinə, istəyənləri, yəni o yeni adaya getmək istəyənləri üçün qanat düzəldir və onları yeni adaya göndərir. Yəni qətiyyən saxlamaq üçün çıxış yolu axtarmır.
uşaqlar. Ona görə bu da götürürük. 2, 4. Gəlmə yeni ada haqqında məlumat verir. Bütün sakinlər bir dəfəlik kəndi tərk edirlər. Xeyr, uşaqlar, tərk etmirlər bütün sakinlər. Axı dedik ki, çox adam getmir. Çoxu alışdığı torpaqdan ayrılıb getmək istəmirdi. Ona görə də çoxu getmir. Bütün sakinlər burada, bütün sakinlər sözü yanlışdı. Götürdük 2, 4 və 5. B variantı. İndi açıq suallarda oxuyacağım. El atası başçılıq etdiyi elin qayğısına qalır deyiminin mətnində təsdiq və ya təksib olduğunu müəyyən edin və seçiminizi əsaslandırıb yazın. Təsdiq və ya təksib nədir? Yəni təsdiq ki, həqiqətən də belədir də, yəni doğrudur. Təksib isə onun əksidir də, yəni yanlışdır. El atası başçılıq etdiyi elin qayğısına qalır. Həqiqətən də qalır da, yəni istəyir ki, insanlara işgüzar olsun. Amma həm də onlar üçün, onların daha rahat yaşamaq istəməyi üçün yeni adaya qanat düzəltdirir. Plus da onlar üçün narahat olur. Yaşayışları üçün narahat olur. Belə. İndi 46-ya baxırıq. Mətnin üzərində rəqəm yazılmış sözlər əsasında cədvəl doldurun. Aha, mən yaralı sualım. Böyük ehtimalla yarım bal kəsiləcək sualım budur. Əslində düz yazmışam, çünki çox asandır da. Prosta bilmirəm ki, mən bu sözümü düzmü götürərlər, yoxsa səhv götürərlər, onların işidir. Amma həqiqiliyin məcazini hamısını düz yazmışam uşaqlar. Deməli, bir gün bir gəlmə xəbər verir. Xəbəri vermək olmur ki, uşaqlar, məcazi mənadadır da. Amma həqiqi mənada mən onu nə işlətdim? Topu kiməsə verir kimi işlətdim. Amma belə yox da, yəni kimsə topu kiməsə verir, amma ad falan qoydum, amma adı yadına deyil hazırda. Araya çaxnaşma düşür. Bu mən düşürdü sözü kimi işlətmişəm. Düzdür, bu çaxnaşma düşmür ki, bu məcazi olduğunu yazmışam, qeyd etmişəm. Sadəcə olaraq yazmışam ki, telefonunu əlindən yerə düşürdü. Kimsə telefonunu əlindən yerə düşürdü. İndi bilmirəm, bunu düzmü götürəcəklər, səhv mi götürəcəklər? Mənim Azərbaycan dilində qaranlıq qalan sadəcə sual budur ki, bundan 2,5 balımı kəsəcəklərmi? Yəni yarım balımı verəcəklər, yoxsa tam balımı verəcəklər? Bilmirəm, artıq onlardan inşallah ki, öyrənərik. Kəsilər belə mənim üçün problem deyil. Yenə 90 plus olacağım inşallah ki. Amma inşallah kəsməzlər. Belə. İnşallah ki, bu arada hər kəs istədiyi nəticəni əldə eləyər. Hər kəs öz zəhmətinin bəhrəsini görər inşallah ki. Hər kəs də içində daxil olmaqla həqiqətən. Belə. Bugünlük bu qədər dostlar. Sağ olun, salamat qalın. Bilmirəm, bu mətin biraz qəliz mətindir. Mən ondan bir dənə səhv eləmişdim. O da 2 variant arasında qalıb. Son anda səhv variantı götürmüşdüm. Mən bir dənə səhvim bu mətndən çıxdı. Bəli, bu mətndən çıxdı və hazırda işlədiyimiz mətni demirəm, amma birisi mətni deyirəm. Bu mətndən çıxdı bir səhv və bir səhv də qrammatikadan çıxdı. Olsun, əsas olacağımız sağ olsun. Sağ olun. Belə. Videonu da bəyəndinizsə like edib kanala abunə olmağı unutmayın. Sağ olun.